Nuhun gecikməsi bilirsiniz necə olub? Nuh Peyğəmbərə ilə əvvəldən o gəmiyə minənlər dördü ki, iman gətirənlər. Çoxlu adam iman gətirmişdi Nuh Peyğəmbərə. Allahdan nida gəldi ki, ya Nuh, bir toxum götür, toxum, ağac ək. O ağac yetişib, bar verəndə nə qədər çəkir? Bir dənə toxumu bastırırsan, hə? İndi qələm eləyirlər, biraz tez başa gəlir, amma o toxumu əksin, o toxum böyüdü, ağac oldu, sonra meyvə gətirdi, sonra onun... Deməli, tarixdə var ki, 7 dəfə bu iş təkrarlandı. 7 dəfə. Yəni, Nuh Peyğəmbər toxum əkdi, ağac oldu, meyvə gətirdi, o meyvənin toxumunu əkdi, yenə o ağac oldu, toxum gəldi. 7 dəfə bu təkrarlandı. Ona görə həmən müddət ərzində çox iman gətirənlər dedi, nə tufan olacaq, nə də bir şey. Nuh bizi ələ salıb. Uzaqlaşdırdılar. İmam Sadiq əleyhissalam deyir ki, 70 neçə qaldı. Ustadımız bizə deyib, 72 qaldı. Amma o hədisdə 70 neçədir. Nifə və səb'in. Ərəbcə nifə və səb'in, yəni 70 neçə. 70 neçə. Təsəvvürlə o qədər uzandı, iman gətirənlər də şəkkə düşdü. Ağa deyir ki, Allah göstərməsin. İmam Zaman ağanın da qeybə çəkilməsi o qədər uzun çəkəcək, hətta bəzi iman gətirənlər də məyus olacaq. Deyəcək, yox, deyəsən bu gəlmədi. Amma Allah bizi elələrindən qərar verməsin inşallah.